Bəzən uzun bir yerə getmək daha asan olur, amma öz ölkəmdə çox arzuladığım bir mənzillər var ki, ora yol almaq uzanır, uzanır, uzanır. Çünki bəzi qapılar bizim istəyimizlə açılmır, bunu həmişə deyirəm. Və 2021-ci ildə ilk dəfə bura çox təsadüfən düşdüyüm vaxtdan sonra 2023-cü ildə kitabımızı yazdıq. 24-də Dünya Vətəndən başlar yazandan sonra hər zaman dedim ki, kitabımı götürüb o kitabda adı keçən mənzillərə getmək istəyirəm və hər birini öz sahibəsinə vermək istəyirəm. Bugün həmin mənzillərdən birindəyim. Əslində evdən çıxdığım niyyət tam ayrı idi. Mistan dağına çıxmaq adına gəlmişdim, amma ürəyimdə bir xəlfəkənd dolanırdı. Çünki bizim çox gözəl kanalda bir videomuz var idi Şöhrət ana ilə. Onun özünün videosu dayanıb, amma təsəttürdən dolayı mən öz videomu, onun olan o gözəl söhbətli videonu silmək məcburiyyətində qaldım və 5 ildir deyirdim ki, mütləq qaydada bu kəndə təzədən qayıtmalıyam. Həm Şöhrət ananın özünü görməliyəm, həm ona kitabı gətirməliyəm. Çünki kitabın əsas qəhrəmanlarından biridir və eyni zamanda da bu gözəl kənd haqqında, içində bir tarix yatan kənd haqqında yenidən gözəl bir çəkiliş edib paylaşım etməliyəm. O gün bugün oldu. Ta ki dağın Mistan kəndinə kimi getdik, havaya baxdım, dağa baxdım, dumana baxdım, gördüm, yox, bu o deyil. Biraz da külək əsirdi. Bir dəfə Qaranoxur səfərində elə bir səhvə yol vermişdim. Bədənimin səsi gələ-gələ, bədənimin səsinə qulaq asmadım və mən həmin havada gölə qalxdım. O gün də ayağım zədələndi. Bugün isə aldığım dərsdə nəticə çıxardaraq bədənimin səsinə qulaq asdım və Xəlfəkəndə geri döndüm. Şöhrət ananın qonağıyam. Böyük bir təsadüf oldu, çünki olmaya da bilərdi. Amma elə onda da demişdi ki, payız ayından qış müddətində Bakıdadılar, yayda isə buradadılar. Bir yolda gələ-gələ bir əlaqə saxladıq. Özündə bir nömrəmi də itmişdi, çünki telefonun dəyişib və əlaqədən sonra başa düşdük ki, həqiqətən kənddədir. Bugün burada olmaqdan çox xoşbəxtəm. İnanılmaz dərəcədə bir xoşbəxtlik hissindəyəm. Sanki bir o xaricdə arzuladığım bir yerlərə gedəndə aldığım bu duyğunu bugün burada aldım. Nə gözəl ki, belə insanlarımız var, nə gözəl ki, buraxdıqları xatirələr var. Həqiqətən də gün olur ki, elə bir yadlar sənə elə bir doğmaya çevrilir ki, gəl görəsən, heç bir planlamırsan, heç bir şey eləmirsən. Bir gün sənə qapısını açır, evinin biri kimi bilir və təsəvvür edin 5 ildən sonra biz görüşmüşük. Elə həmin mehribançılıqla, həmin özləmlə, həsrətlə elə bir sarıldı ki mənə. Deyir, gəl görsən, deyir, 2 gündür ürəyimdən keçirsən, həmd olsun, qəlbləri birləşdirən Allahdır. YouTube'da Xəlfəkənd videosuna, vloguna xoş gəlmisiniz. Doğma qapıdan. Bir dəfə bu qapıdan bir yad kimi girdim və məni öz evində əzizi kimi qarşıladı. Xoş gəlibsiz. Canım mənim. 5 ildir səni görmürəm. 5 ildir. Çox sağ ol. Sən nə bildin, mən səni arzulayacağam. Çox xoş gəlibsən. Xoş gördük. Yenidən evimi açdın. Mən səni bu 5 ildə arzuladığım kimi, sənin belə xiffəti çəkən kimi, deyirəm, dünyanın o tərəflərinə gedib çıxırsan, amma öz vətənində bəzi yerə gəlib çıxmırsan. Mən səni çox istirdim qızım. Can, mən də sən. O qədər arada bir kilo danışdıq. Sonra telefon nəsə oldu, nömrə itdi. Telefonum şey oldu. Yandı nömrə, qaraldı, düşə, o nömrələr qaldı yolda. Mən də itirdim sənin. Bugün də bura gələnə dedim ki, mən elə 2-3 gündür səni arzulayıram. Bu məni çox duyğulandırdı əslində bu sözün ki. Vallahi Allah hamd olsun anamın görüntü. Bilirsən necə səni arzulayırdım. Dedim ben bu nömrə ihtiyacım danışardım. Bir dənə də padriqam var, o gün sinif yoldaşımdı, o da o gün danışdı. O da neçə ildən sonra məni axtardı da. Sən qəlbin gözəldir. Kimi arzulayırsan, o da sənə gəlir qapını döyür. Elədir, elə kimi arzulayıram, nə çıxır ürəyimdən, qabıqca elə bir ürəyimə damır. Bu evin o qədər gözəl bir hekayəsi var. Bir çox təsadüfən həmin günü gəlmişdi. Qapısını döydüm. Dedim sizi çəkmək istəyirəm. Dedi çək də. Elə bir mehribanlaşdıq bir 10 dəqiqə ərzində. Hər yerdə onu danışıram. Deyirəm ki, Şöhrət ana məni elə qarşıladı. Sanki məni özü doğub dünyaya gətirib. Şeydə Hind kinolarında kimi Hacı Leylək ayırıb bizi. Sanki bir doğması kimi. Gözün kimi istəyirəm Allah'ım. Valla o qədər doğmaların o çox möhtəşəm. Mən hər odama belə qanım da qaynanır. Çox istəyirəm. Mən heç vaxt o görüşümüzü unutmuram. Şöhrət ananın videosuna YouTube kanalda baxa bilərsiniz, amma ikimizin videosu yoxdur. Çünki bəzi səbəblərdən sildim. Və bugün deyirəm ki, ay Allah, bircə kənddə olsun. Çünki bura kimi gəlmək. Getdim dağın ətəyinə kimi. Dedim, yox, mən dağa istəmirəm. Mən gedirəm, əgər ki, kənddədirsə, bir dənə qapını döyəcəm. Uzağı evdə olmayacaq. Oturacağım kəndin bir tərəfində. Yox, Allah səni necə eləyir. Buna görə mən səni arzulayırdım. Bir neçə ildir bunu görmürəm, necə oldu. Elə onu bir də çox istərdim. Elə bir
bir doğma kimi. İndi başqa adamları ancaq mən doğma kimi istərdim. İnşallah Bakıda İnşallah. gəlib səni orada görəcəyik. İnşallah. Elə bilsən ki, də məni gözləyən kimi də qəşəng də yemək hazırlayır. Yo, hər şey Allah eləyir də. Birinci, sizi oradan bir dənə nimçəli bulardınız. Qoy mən Birinci, verim. qonağın yeməyin Verim mən. Allah getirir, yüzünü. Sonra... Burada atalar misalı elə Yox, böyük və düzüm sonra. burada atalar misalı öz həqiqətini tapır. Hə, elədir də görürsən. Həmişə mən heç qonağın yanında üzüləri olmamışam. Yox. Allaha and olsun. Sən hətta bir dənə pendir çörək qoysan belə, o mən heç vaxt yemək peşində deyiləm də. Nə dəyişilib bu 5 ildə həyatında, kənddə? Nə dəyişib? Nə dəyişib? Həmişə biraz qocalmışam. Qocalmamısın, əksinə çox təravətli görsənirsən, maşallah. Biraz qocalmışam elə bir. Yox. Bəlkə nasılsan, yəqin ona görə elə hiss Belə eləyirsən. bir, nə bilim, yaş deyildim da indi. Ha, bir də ki, pensiya çıxdım. Təbrik eləyirəm. Sağlar ol. Təbrik eləyirəm. 240 manat. Yox, 220 manat olar. İndi Allah hökumətimiz canı salamat eləsin. Yəqin ki, çoxaldar. Mən çox minnətdaram ona. Bu pensiyada baxmada bir tərəfimizi doldur. Mal heyvanımız yoxdur, satdıq, saxlaya bilmir. Kasıbçılıqla adam bitər elə şükür. Yenə bir günümə də şükür. Çox şükür. Şey eləmirəm. Hamısıyla 5 nəfərdən pis 10 nəfərdən yaxşı dolanır. Ay alacam. Allah and olsun. Heç qonağın yanında mən üzüləri olmamışam. Yox, heç var. Çünki qəlbin genişdir. Qəlbində bir dünya məhəbbət var. Allah yetirir. Heç damanda qoymuyor məni. Çünki sən onu sevirsən, o da onu sevənlərə deyir, bəndə mənə bir addım gəlsə, mən ona 10 addımla gedib geri dönüş edirəm. İndi Allahın işinə bax. Neçə gündür mən deyirəm ki, bu qızım orada qaldı. Nətər dua eləmisənsə, görsən gəlib çatır. Allah and olsun. Möcüzədir. Deyərsən yalan deyirəm. Yox, Allah əstəğfurullah. and olsun deyirəm. Məni görəndə birinci onu dedin. Heç belə dedin ki, neçə gündür mən səni arzulayıram. Heç ümid eləməzdim ki, sən gələrsən. Mənim ümidim vardı ki, bu il keçdi belə təlası oldu. Gələn il zəng eləyim misal üçün. Özü də orada burada səs eşidirəm. Həmişə uca yerlərdə olasan. Allah razı olsun. Qıymirdim də. Can. Özüm maşinimiz yoxdur. Biraz gəzməyə şeyim yoxdur. Maşinim olsa hər qohumları axtarar. Yo, mən indi 5 il əvvəlki səhv eləməyəcəm. İndi binədəki ünvanı götürəcəm. Bakıya ki köçdüz. Bakıya ki köçdüz. Çünki binədə çoxlu tanışları var. Veri kəndində tanışlar tapmışıq. Onlar da binədə qalırlar. Gəlib hamımızı birdən görəcəm. İnşallah, inşallah. Binə rahat o gəlirsən ora. Oradan taksi ilə gəldim şəhərə də. Gəlib çıxarsan. Çox istəyirəm ki, mama sizi tanısın, mama sizi görsün. Telefonda bir dəfə gördüm. Danışmışım. Mamama da xoşum gəliyor da mənim bacım. Elə deyəsən məndən ya balacadır, ya bir yaşdayım. Mama 61-dəndir. Mən də 61-dənəm. Dur da, yaşıdsınız onda. Yaşıdsınız. O da təqaüdə çıxanda çox sevinmişdim. Mən demək mayın 18-i çıxdım. Bu il çıxmısan ona. Bu il çıxdım. Mama keçən il çıxdı. Onda o ayda məndən böyükdür. Mən bu il çıxdım. Xeyirlisi. Bir dənə arzum var. Biz kimi çox şeylər var. Bir dənə bu yaş məsələsi biraz düşsəydi. Biz də, yəni ən azı qadınlar üçün. Minnətdarlar prezidentimizə Allah and olsun. İnşallah yaxşı olar. Nə olaydı düşəydi. Biz kimi nə qədər elə adam var. Baxmadan indi iynə dərman almaq çox çətindir. Elə dava dərmanın elə təqaüd iş dava dərmana çatmır. Çünki dərmanlar bahadır. Əsas odur ki, heç kim xəstələnməsin. Yox, indi baxma, yaş ötür. Mən deyərdim xəstəlik nədir? Mən ora təzyiq qalxmaq ora indi. 220 təzyiq. Böyrəyi yoxlatdır. Böyrəyimdə daş var. Böyrək elə bir şeydir ki, gizlin çox belə şeylərdir. İndi biz onda söhbət davam edərik. Mən bir əldən də kömək eləyim. Söhbətimiz davam edəcək. Zəfər şey Adam necə gəlib başın üstünə çıxardı, yəni. Elə bilsən xüsusi hazırlayırlar. Qaynana olsaydı gəlin qaynana sən çox istəyir. İstəyəcək, inşallah istəyəcək. Mən onu istəyəcəm, o da məni. Burada bir qoxu var, burada bir qoxu var. Əllərinə sağlıq. Bu yemədən qoxusu artıq adamı bitərlədi. Məsti xumar. Kuş estumedi. Nətər mən bu talış dilini öyrənmədim. Bu qədər 5 ildir bölgəyə gəlirəm. Səni yerə talışlara gəlin eləyək öyrənsin. Bu dili öyrənsin. Adınız var. Burada. Zəfəran qatmısan, hə, Şöhrət ana? Zəfəranla, sarı kök zəfəran. Ayağın yüngülüdür, həmişə bolluq üstə gedəsin. Gedən yerində bolluq olsun. Nə gözəl dua elədin. Allah mənim
Səsimi tez eşidir. Can. Birdən kim qalbıma da dəydi. Onu da tez eşidir. Ay ya. Her şeyi Allah'a tapşıracağım. Kim de istediğimdi, Allah'ın olsun. Onu Allah bana vergi verir. Yağı ondan sonra Ha, yok indi o verir. həm də sizdə yağla dəmə qoydu yoxdur da. Niye? Yağla Üstüne da- yağ vermişim. Üstüne de veririm. Hə, əlavə Ha, verirsən. ha. İstedim kartof eləyim de. Dedim xörək olanda kartof tez xarab olur. Boş xörək olanda xarab olmur. Atıram bisxanaya. Bu arada xüsusi qeyd edim ki, Şöhrət ananın sayəsində 5 il əvvəl mən burada Zuvant kartofun dadına baxmışdım. Çox 5-6 dənə dadlı. qəşəng kartof qolubu yağınsan qismət olur. Bənövşəyi rəngdə. Necə Necə gözəl Evdə idi. ona şey pişirər. Ana deyirəm ki, mən heç bir kənddən heç nə götürmürəm də, qıymıram kənd cəmaatı. Ay, Amma yox, deyirəm, yox. o xanım o gün mənə nə qədər dedi ki, bu kartofdan götür, bu Aha, kartofdan onda götür. gördüm, mən də aparmadım. Nə gördün, gərək nə olar, o şey deyir ki. Çantamı geri götürüm oradan. Yox, Yo, narahat olma, heç nə olmaz. deyir, da qalsın, bu da işim olmaz. Bu da yağ. Bərəkətli olsun. Sağ ol, sən toyunda inşallah. Bizimkinə yağ az eləyərsən, zəhmət olmaz. Ha, vazir sənə. Anam dalaşar ki, nə oldu mənlə yağ davası eləyirsən? Yox, nə, bir qovarsın, istədik biz özümüz üçün. Burada su gəldi, tapada mapada çilə, ev işi qalır. Əslində Şöhrət ana deyir ki, kənddə dəyişiklik yoxdur, amma 5 ilə kənddə bir dəyişiklik var. Bu da kəndə Wi-Fi-nin çəkilməsidir. Mən gələndə arxada görünən bir təpə var. Ora Azersel'in 4G antenası adlandırmışdım və kitabda da onu yazmışam ki, hər getdiyim kənddə sanki Azersel harda tutur, şəbəkəni axtarırdım və bu gün artıq kəndə əlaqə saxlamaq çox yaxşıdır. İnternet durumu var. Amma bu kənd ümumilikdə kənddə insanların sayı çox azdır və Xəlifə kənd özü Zuvant faciəsi deyilən bir faciə olub bizim 20-ci əsrin 50-ci illərində 1951-52-ci ildə həmin faciənin kökündə dayanan kəndlərdən biridir. Ümumilikdə Xəlifə kəndlə birlikdə 50-yə yaxın kənd, hansı ki məhz bu əraziləri əhatə edir. O vaxt Sovetlərin qərarı ilə, Sovet hökumətinin qərarı ilə Muğan Biləsuvar tərəfinə köçürülmüşdü və o vaxt bu kəndin adı Xəlifəli kənd adlanırdı. Sonraki dövrdə artıq ad tamamilə dəyişmişdi. Mənası da Xəlifəlilərin kəndinin adını verirdi. Və bu kəndin köçürülməsinin məqsədi və bu kimi kəndin köçürülməsinin məqsədi nə idi? Görürsünüz arxada yarımçıq tikililər var. Arxada indi Mistan zirvəsində artıq duman gəlir, duman qatır, uşaqlarımız oralara qalxırlar. Bu ərazilərdə Mistan zirvəsinə qalxanda üzbəyüzdə Savalan dağı görsənir. Yəni tamamilə bura Ərdəbillə qonşu olan kəndlər olub və o vaxt Ərdəbildən həm insanlar gəlib bu kəndlərdə bir versiyaya görə belə bir versiya deyirlər ki, Ərdəbildən ki Ərdəbillər gəlirdi bu kəndlərdə aclıq idi, gəlirdilər güya nəsə bir ərzaq oğruyurdular və s. və ilaxır. Digər əsas ehtimal ki, mən o ehtimaldan daha çox yapışıram. Çünki mənim babamın da ailəsində elə bir durum var idi. Ərazinin Ərdəbillə yaxın olması. İndi mən o tərəfləri İran deyə bilmirəm, Cənubi Azərbaycan torpaqlarıdır. Amma Sovetlərin nəzərində ərazi İranla sərhəd idi və bu İrana yaxın olması baxımından, ərazi baxımından bu ərazini bir növ insanların əzmkarlığını qırmaq məqsədi ilə 50-yə yaxın kənd Muğan Biləsuvar tərəfinə köçürülür. Dağ insanlarını təsəvvür edin, dağda yaşayan insanları təsəvvür edin və birdən-birə Biləsuvara köçürürlər. O köçürmə insanların həyatında çox böyük dərin izlər buraxır. Bəziləri xəstəlikdən vəfat edir, bəziləri vətən həsrətindən, belə vətən deyək, vətən həsrətindən vəfat edir və 58-ci ildə bir çox kənd geriyə qayıdır. Mistana qayıdanlar da olur, Xəlifə kəndə də qayıdanlar olur. Amma bu dağılmış evlərdə artıq həyat qurulmur. Yəni özləri üçün ayrıca evlər tikirlər və bugün bu dağılmış evlər əslində Zuvant faciəsinin xatirəsi olaraq, bir daş xatirə olaraq burada qalmaqdadır. Bunlar haqqında kitabda yazmışdım və o vaxtı mən hər zaman deyirəm ki, sosial şəbəkələrdə izləyicilərin çox böyük bir rolu olur. Çünki onlar canlı bir etnoqrafik mənbədirlər. Mən Xəlifə kənd haqqında paylaşım etdikdən sonra bir xanım
öz nənəsinin hekayəsini paylaşdı və hər zaman yazırdı ki, biz uşaq idik, amma nənəmindir ağısı, nənəmin o vətən həsrəti, indi insanlar torpağa vətən deyir, hər zaman var idi. Və mənimlə bir balaca beytlər, bayatılar paylaşırdı. Onu bura əlavə eləyəcəm, çox gözəldir. Onu Dünya Vətəndən başlayır kitabıma da əlavə etmişdim. İnsanların o ağı deməsi, insanların o həsrəti, qafiyələrə, misralara yansıması, yazması inanılmaz bir duyğudur. Həsrət insanı yazmağa vadar edir və nə yaxşı ki, bu ərazilər, məsəl üçün bu yerlər, evlər, bu dağıntı hissələr var və həmin dönəmin bir xatirəsi olaraq bu gün lakin Xəlifə kənddə cəmi 23-33 nəfər yaşayır. Get-gedə də azalır. Bu rəsmi statistikadır, amma get-gedə də azalır. Məsələn, Şöhrət ananın timsalında və onun qohumları çevrəsində onlar yaya qədər buradadılar. Sentyabrın sonundan sonra isə artıq Bakıdakı evlərinə köçürlər. Mən sentyabrda bura gələndə bu dağılmış evlərin fonunda ərazi sanki bir Əfqanistanı xatırlatırdı. Amma bugün bura yaşıllıqdır. Hətta deyirlər ki, məsələn, mayda gələndə daha da gözəl olur. Bu kürə kimi görsənən hissələr, palçıqdan bunlar təndirlərdir və kənd cəmiyyətinin təndirləri olub. İndi bəzilərinə istifadə olunmur, amma Şöhrət anaya aid olan təndir bu təndirdir və bu günə qədər məsəl üçün qonaqları olanda həmin təndirdən, palçıq təndirdən istifadə etməkdədir. Biz birazdan samavar çay içəcəyik və biraz da Xəlifə kəndin hekayəsindən danışacağıq. İnşallah. Hazırlanın. Qaynasın. Ha belə qoyular keçsin. Keçsinlər. Sağ salamat. Şöhrət ananın bacıdır. Qonşu. Onların kəndin adı nədir? Digov. Digov? Digov kəndinə gedir. Sizdən sonradır da onda, hə? Ha, orada da buradan gedim İstanbul'dan aşağıdan. Ha, suda oxuyub. 6 ay oxudu, öyrəndi. Şəhərdə də söyledi. Ataxanın qaldı üstə getdi. Maşallah. Bir də gördüm də. Şöhrət anam, sizin ailəniz də vaxtında köçürülmüşdü də. Bizim babamız yaparıblar ki, o vaxt keçiblər Biləsuvar deyirlər. Ora. Sonra yenə biraz yaşayıblar orada. Sonra yenə onları gətiriblər, gəliblər. Bunlar öz evlərini orada verib, amisi oğlanları zadı olub veriblər ora. Gəliblər, bu sefer onlar dəyişdə geliblər. Bu sefer oturublar onların yerində. Mesela burada yenə təzdən törəmələr olub da. Yaşayıblar özləri üçün, əkinlə, zadıyla. Onda 2 dəfə köçürmə olub da belə, onda çıxır. Bir dəfə bilirəm, o qabağını bilmirəm indi. 51-52 deyirlər, elə həmin ərəfədə nə getdisə. Ha, indi bilmirəm, haçan köçürdüblər. İndi bir dəfə bilirəm, indi bilirəm, davadan sonra olub qabaq. Hə, 50-ci ildə. Böyük nənəmiz danışardı, deyərdi. Adı nə idi nənənin? Şahsanam idi. Nə gözəl adılar. Şahsanamdı, babamın adı Məmi idi, atamın adı Aradin idi. O vaxtki qadınların adları biraz gözəl olub. Hətta qədimi adlar olub, indi imam adları qoyurlar da o. Bir də adlar şeydir da. Amma indi Biləsuvarın özündə çoxlu zuvandılar var, hə? Hə, mənim dayılarım orada. Xalalarım, xala uşaqları, dayı uşaqları hamısı oradadır. Gedib gəlirsiniz? Hə, gedib gəlirik. İndi bir dənə anam getdi rəhmətə. Allah rəhmət eləsin. 3 dənə bacım orada var o anadan. Elə biz ögəylik bilmirik, elə doğma kimi. Amma maraqlıdır, ögey ana özgə qadın olmayıb, öz anasının dayısı qızı. Hə, öz anamın dayısı qızı olub, elə ana kimi o baxıb. Gəldi mən köçən ili o da gəlib, mənim yorğan döşəyimə kömək eləyib. Çox indi mən həmişə hörmətini saxlayırıq. 3 dənə bacı heç ki mən ögəylik bilmirəm. Onlar da yaxşıydı. Maşallah. Onların adları nə olub ananın? Anaların adı Zəridir. Qızım bir dənə bacımın adı Xəyaladır, bir dənə bacımın adı Aygündür. Bir dənə də Ayseldir, Aysel deyəsən. Bəs öz anamızın adı nə olub? Gülbani olub. Gülbani olub. Bir qardaşım öz qızının, nəvəsinin adını onu qoyub. Nə gözəl. Bani deyir. Banu, hə. Bani deyir. Hə, yaxşı yaşadırsınız. Hə. Onda siz balacaydınız da bu kəndəki qaydanda. Mən olmamışıq. Biz Hə, kəndə siz- gələndə olmamışıq. Ha, biz burada olmuşuq. Siz burada olmuşsunuz. Biz orada olmamışıq. O köçməz zaman o haçan olub bizi
58-də. 61'im, indi 64 yaşım. Hə, 61. Mamamlar noyabrda. Biz o vaxt olmamışıq. Ancaq böyük nanalarımız danışardı, belə köçdülər. Nə bilim, köçünə nə yaparıblar, qədimi şeylər olubdu. Bir dənə daş vardı, deyir, bunu nə bilim, qoz əzirmişlər o vaxtlar. İndi maşınızlar belə çıxıb. Onda dadlı olub da, o bir dənə qan doğruyur, onda belə düzəldirmişlər, mən bilmirəm. O deyir, qəşəng olur, yağı qozun içində qalırmış, yaxşı olurmuş. Maraqlıdır. Köhnədən şəkilləriniz qalmayıb? Belə o vaxtı şəkillər çəkirdilər, foto şəkillər. Hə, var, anamın, atamın şəkilləri var. O da yəqin binədədir. Gərək sizə binəyə qonaq gələm, orada baxaq. Yox, var, evdə var. Hə, burada var? Telefonumda da var. Hə, baxarıq. Telefonumda var. Bacıma bir dənə porta gedib, burada rəhmətə getdi bir dənə bacım. Allah rəhmət eləsin. Allah İranlar rəhmət eləsin. Onun da qızları var orada, oğlu var, gəlinləri var. Onun bir dənə bacımın nəvəsi mənlə, mənim qaynım gəlməydi. Siz elə bir qohumluq nigahlarına daha çox üstünlük verirsiniz. Qaynım gəlməydi, qohumdur da, əslikar qohumlar. İndi deyirlər ki, qohum olmasın. Ondandır. Bas bu yadlar olanda necə olur? Yadlar da var. Sual eləmə, bəğdim, sual vermə. Yadlar da var. Onların uşağı. Yad görürəm, onun uşağı da belə beyində yad şeydir. Deyirlər qonçuluqdandır, bu hadardır, bilmirəm. Yadların da uşaqları bir də görürsən, meningit olur, olursa. Amma siz elə binədən elə öyrəşmişsiniz də, qohum əqrəbalar toya, büsata öyrəşmişsiniz. Binədə də çox qohumlarımız var. Binədə də qohumlarımız var, dostlarımız var. İndi o Moskvadan adam gələndə bir də görürüm bu həyata gəlirlər. Çay verir, hamısı belə. Amma buranı çox sevirsiniz ya. Bu əlbəttə mən Binə ilə heç müqayisə olunmaz. Yox, buranı istəmirəm. Orada 6 ay qaldım. Elə bir əskər gedən sayırı günləri. Hani Allah'ın dostu elə saydım. Dedim açan olar gedərəm. İnşallah məktəbə gedir, nəvə ona görə qaldım. Yoxsa mən özdə bir il ikimiz qaldıq burada. Sakitdir, yaxşıdır. Çok sakit yerdir. Buranın qadı biraz yolları indi şeydir, yollara düzəltsinlər. Yavaş-yavaş düzəldilər. Yəni Wi-Fi durumu mənim üçün böyük düşün. Coğrafiyaları düzəltsinlər, yasları gəlib evzat tiksin, çox qəşəng yerdir. Tamiz hava, qəşəng. Suyu təmiz, suyu al, tamiz suydur, misal üçün axır gedir. Bu il yaxşıdır, bir il olub belə bulaqlar qurudu. Mən heç inanmıram bu suylar gələr. Bu yağıntı çox olur, yaxşı olur. Hə, Lerikin bu səsdən su azdır da, pirana baxanda. Hə, Zuvantda biraz azdır. Bizim suylar axır gedir. Lerikə də suylar bu da yığılır gedir də. İncəsi belə. Hazırdır çayımız dayı. Dayı çay. Qaynı. Dayını da salaq da. Keçən dəfə dayını salmadıq. Dayı qocalıb sinəvarı qaynı. Allah ömür versin. Sağ ol, Allah səni xoşbəxt eləsin. Allah onun nəfəsini bu evdən əsk etməsin. Sağ ol. Amin, amin, amin. Bu arada o dağlar Mistan silsiləsidir və o dağların üstünə çıxanda tam zirvədən artıq Savalan dağı görsənir. Buradan belə görsənmir, amma üzü o yana Savalan dağı və Ərdəbildir. Mistan silsiləsinin özündə hava çox yaxşı olanda, indiki bizə belə havadır. Oradan indi 100% ki bizim uşaqlar dağda Savalan dağını görürlər. İstiqamətdə ki elə bilinir. Ona görə də dağ aşıb gəliblər, gediblər. Belə birgə gəlgetlərimiz olub. Amma indi təəssüf ki, böyük bir Azərbaycan xalqı bir-birindən aralı düşüb. Mistan hər zaman küləklidir. Biraz ehtiyat elədim bugün, çünki üst geyimimi tam gətirməmişəm və dağın üzərindən küləyin əsdiyini gördüm, buludların hərəkətini gördüm. Başa ki, bugün məni o küləyi orada bitər eləyə bilər. Çünki hətta düz normal havada belə Mistan hər zaman küləklidir. Mən elə onu o vaxtda küləkli bir dağ olaraq adlandırmışdım. Gəlirlər. Bir dəfə deməli bazar düzünə gedəndə onda bu tavuğu komandasına getmişdik. Düzdür, onda qalxmağa niyyətliydim, amma bütün gecə üşüdüm çadırda və səhər gedə bilmədim. Səhər qrupun dağdan hansı vəziyyətdə qayıtdığını görəndə başa düşdüm ki, doğru qərar vermişəm. Bəyəndiniz? Ərdəbildən gələnlər. Ərdəbildə. O
o tərəf Ərdəbildir də. Kim deyə bilər ki, siz Mistandan gəlmisiniz? Bizlərə Mistan özü Ərdəbil yolunun, Kəsənlərin yolu. Hamısı Azərbaycandır. Biz bu sınıfdan gəldik. Kanalımızın izləyicilərinə salamat ol. Darıxdıq sənin üçün. Keşk olsun, möhtəşəm bir mənzərə var idi. Bütün Piran, Zuvan, o tərəf üzü aşağı dənizə qədər bulud dənizi idi. Biraz Onu baxdım. videoya əlavə edəcəm. İnşallah. Samavarımız da hazırdır. Nuş olsun. Xəlifə kənddən çıxdıq və indi yolumuz çox gözəldir. İndi yolumuz Hamar meşəyədir. Lerik 3 hissədən ibarətdir. Piran hissəsi var, Zuvandı var və Dırıq deyilən bir yeri var. Piran Lerikin ən yaşıl yeridir, ən yaşıl bölgəsi sayılır. Zuvan daha çox qayalıqdır, daşlıdır, belə mağarası, Büzeyir mağarası da buradadır. Və həqiqətən də bölgələr arasında zonası 3 hissənin gəzəndə fərqi daha çox hiss olunur. Ən yaşıl yeri məhz Pirandır ki, Hamar meşəsi oradadır, Bibiyonisi oradadır, Veri kəndi, sevimli Veri kəndi oradadır. Toradidən Lerikin Loda kəndindən dağ yolu kimi istifadə edirlər. Yəni Lerikə gəldiyinizdə bunları nəzərə ala bilərsiniz. İndi Hamar meşəyə gedirik. Hamar meşədə bizim bir dostumuz var. Lerik üzrə bir möhtəşəm bir bələdçidir. Bələdçi dostumuzdur. Eyni zamanda da müəllimdir. Onun ailəsində yemək fasiləsində dayanacağıq və biraz da sizə Hamar meşəni də göstərəcəm.